Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Biz bu günlər sizinlə kompüter şəbəkələri mövzusu ilə tanış olacağıq. Kompüter şəbəkələri nədir, nə üçün istifadə olunur? Bu haqqında sizinlə geniş şəkildə məlumat verəcəm. Deməli, kompüter şəbəkəsi nədir? Ümumiyyətlə, şəbəkədən nə üçün istifadə olunur? Uşaqlar, şəbəkədən informasiya mübadiləsi və resursların birgə istifadəsi məqsədi ilə kompüterlərin vasitəsilə yaradılmış bir qrup nəzərdə tutulur şəbəkə deyəndə. Yəni, şəbəkədən bunun üçün istifadə olunur. Fikirləşin ki, bir şirkət daxilində işçilərin kompüterlər arasında şəbəkələr yaradılır. Məsələn, əsasən lokal şəbəkə. Niyə görə yaradılır bu şəbəkə? Çünki şəbəkənin bir sıra üstünlükləri var. Yəni, şəbəkə yaradılmasının bir sıra üstünlükləri var. Gəlin baxaq, hansı üstünlüklər var? Deməli, kompüterdə şəbəkə halında birləşdirilməsinin bir sıra üstünlükləri var kompüterlərin. Birinci, informasiyaların bölüşdürülməsi. Yəni, bir-birinə şəbəkə ilə bağlanmış kompüterlər asanlıqla müəyyən resurslardan birgə istifadə edə bilirlər. Avadanlıqların bölüşdürülməsi. Fikirləşin ki, bizim deyək ki, bir müəssisədə 10 işçimiz var. Hər işçi üçün ayrıca printer, skaner almaqdansa, yəni hər işçinin kompüteri üçün, deyək ki, 2 dənə sadəcə printer, 2 dənə skaner alınır və ümumi şəbəkədə bu kompüterlər ümumi şəbəkəyə qoşulduğu üçün eyni zamanda bu qurğulardan istifadə edə bilirlər. Proqramların bölüşdürülməsi. Bilir ki, bəzi proqramlar ödənişlidir. Məsələn, adi Microsoft Office paketinə daxil olan proqramlar olsun, digər bəzi proqramlar olsun. Onlar ödənişli proqramlardır. Bir var, fikirləşin ki, bu proqram hər bir kompüter üçün ayrı-ayrı alınsın. Bir də var bir kompüter, yəni şəbəkədə olan server kompüter, əsas kompüter. Server kompüterə bu proqram yüklənilir, alınır server kompüter üçün və şəbəkədə olan digər kompüterlər də bu proqramlardan asanlıqla istifadə edirlər. Və əməkdaşlıq mühiti, yəni birlikdə qrup şəklində layihələr üzərində işləmək bu şəbəkənin üstünlüklərinə aiddir. Bəs kompüterlər, müasir kompüterlər şəbəkədə, yəni kompüter şəbəkələrini biz necə təsnif edə bilərik, necə birləşirlər şəbəkədə? Miqyasına görə kompüterlər şəbəkəyə qoşula bilirlər. Lokal, buna deyirlər qısaca LAN, regional və qlobal. Buna da deyirlər WAN. Lokal şəbəkə nədir? Lokal şəbəkə, baxın, yazılıb tərifində Local Area Network bir-biri ilə birləşdirilmiş və adətən bir qurum və bir bina çərçivəsində yerləşmiş kompüterlər qrupudur. Deyək ki, bir şirkət, bir məktəb, bir xəstəxana, bir kitabxana, baxın, bu artıq bizdə lokal şəbəkə yaradılır. Regional şəbəkə nədir? Bir rayon, bir şəhər, bir bölgə çərçivəsində çoxsaylı lokal şəbəkələrin birləşməsindən əmələ gəlir. Deməli, lokal şəbəkələr regional şəbəkələri yaradır. Regional şəbəkələr isə qlobal şəbəkələri yaradır. Qlobal şəbəkələr isə Wide Area Network müxtəlif şəhər, bölgə, ölkələrin kompüterlərini birləşdirən şəbəkədir. Və ən böyük qlobal şəbəkə də internetdir. Gəlin bir-bir baxaq, lokal və qlobal şəbəkələrin qarşılıqlı əlaqə nümunələrindən birinə, yəni virtual şəbəkə, biz buna qısaca VPN deyirik, Virtual Private Network. Virtual şəbəkə elə bir şəbəkədir ki, buna özəl şəbəkə də deyirlər. Fikirləşin ki, biz müharibə dövründə VPN-dən, bir sıra VPN-lərdən telefonumuza yükləyərək istifadə edirdik, çünki bizim ölkəmizdə internetin istifadəsi dayandırılmışdı. Biz VPN-dən istifadə edirdik, elə bir sadəcə biz başqa bir ölkədəyik və həmin, belə deyək də, konum necə deyək, məkanımız həmin ölkə görünürdü və biz bunun nəticəsində internetdən istifadə edə bilirdik. Amma VPN-in üstünlükləri də var, çatışmazlıqları da var. Üstünlükləri budur ki, baxın, bizim internetdə anonim qalmağımıza, şəxsi məlumatların ötürülməsində müdaxilədən və hacker hücumlarından qorunmağa imkan verir. Amma hər VPN təhlükəsiz deyil. Bəzi VPN-lər xüsusilə təhlükəli üçün yaradılır. Yəni, insanların şəxsi məlumatlarını oğurlamaq məqsədi ilə yaradılan VPN-lər də var. Verilənlərin ötürmə mühitinə görə şəbəkələr naqilli, simli və naqilsiz, simsiz olaraq ikiyə ayrılır. Naqilli deyəndə, yəni müəyyən bir kabellər vasitəsilə, əsasən koaksial kabel, sarınmış yüklü kabel, buna burulmuş cüt də deyirlər və fiber optik kabel, həmçinin optik lifli kabel də adlanır.
Naqissiz isə radio siqnallar, mikrodalğalar və peyk rabitəsi vasitəsilə, yəni heç bir naqil olmadan şəbəkəyə bağlanmaq. Verilənlərin ötürülmə sürətinə görə aşağı sürətli, orta sürətli və yüksək sürətli bağlama var. Aşağı sürətli 10 megabit saniyədək, orta sürətli 100 megabit, yüksək sürətli isə 100 megabit saniyədən artıq yuxarı olacaq. Şəbəkədə kompüterlərin rollarına görə, baxın, iki cür rol var. Bir var müştəri qulluqçu, bir də var taytuşlar. Müştəri qulluqçu nədir? Mərkəzdə bir server kompüter olur və bütün digər kompüterlər həmin server kompüterdən asılı olur. Taytuşlarda isə adından da bəlli olduğu kimi hər birinin hüququ eynidir. Heç bir kompüter digərindən üstün deyil. Fikirləşin ki, bir sinifdə təhsil alan şagirdlər biz taytuşlar şəbəkəsinə bənzədə bilərik. Taytuşlar şəbəkəsinin də digər adı peer-to-peer və ya eyni səviyyəli şəbəkə adlanır. Bundan əlavə, informasiya ötürülərkən biz informasiyanın ötürülməsi mövzusunda keçmişdik ki, informasiyanın ötürülməsi prosesi sadə şəkildə bu formadadır. İnformasiya mənbəyindən informasiya çıxır, rabitə kanalı vasitəsilə informasiya qəbul eticisinə çatır. Amma bunun daha geniş şəkli var. İnformasiya mənbəyi, kodlaşdırıcı qurğu, rabitə kanalı və dekodlaşdırıcı qurğu, həmçinin informasiya qəbul edicisi. Bunu necə başa düşə bilərik? Fikirləşin ki, mən bir insanla deyək ki, şagirdimlə telefondan əlaqə saxlayıram. Mənim səsim telefondan çıxır. Telefon qurğu olduğuna görə mənim səsim analoq formada telefona daxil olur. Telefonda olan analoq rəqəmsal çevirici vasitəsilə o rəqəmsal formaya çevrilir. Daha sonra rabitə kanalı vasitəsilə digər şagirdimin telefonuna daxil olur və şagirdimin başa düşdüyü formaya çevrilmək üçün yenidən rəqəmsal analoq çeviricidən istifadə olunur və həmin informasiya şagirdimin başa düşdüyü formaya, analoq formaya çevrilir. Bu düsturumuz da eynidir. Q bərabərdir V vurulsun T. Q bizim burada həcmimizdir və sürətimizdir, T isə zamanımızdır. Nümunəyə baxaq. Rabitə kanalının ötürücülük qabiliyyəti 16 megabit saniyə olarsa, 10 saniyə ərzində bu kanal ilə neçə megabayt informasiya göndərmək olar? Baxın, megabit saniyə bu sürətdir, 10 saniyə zamandır. Sürətimiz varsa, zamanımız varsa, informasiyanın həcmini tapmaq istəyiriksə, sürəti zamana vurmalıyıq. Sadəcə bu megabitdir. Megabiti megabayta çevirmək üçün 8-ə bölmək lazımdır. Bu da 16 megabit vurulsun 10 bölünsün 8. Bu da eləyəcək 20 megabayt. Həmçinin belə ADS ilə bağlantılı vasitəsilə verilənlər ötürülməsi, bu da sadə bir tapşırıqdır. Baxın, nümunə var burada. 1 saniyədə 256.000 bit informasiya ötürürsə, 125 kilobayt məlumatı neçə saniyə ötürər? Bu formada 4 saniyədə cavab tapılmış olur. İndi gəlin baxaq fiziki vasitələrə və simsiz vasitələrə. Fiziki vasitələrə sarımış cütlü kabeli, koaksial kabel və fibr optik kabel var. Nümunə göstərə bilərik. Gəlin baxaq sarımış cütlü kabelə. Baxın, sarımış cütlü kabellər əslində bizim bir çoxumuza tanış olan kabeldir. Əsasən ev telefonlarında istifadə olunurdu bu kabellərdən. Telefonun danışmaq üçün tutacaq hissəsinə taxılırdı. Və ya evdə bir çox yerdə əslində biz bu sarımış cütlü kabeli görmüşük. Sadəcə olaraq onun bu formasını yox, biz ucluq taxılmış formasını görmüşük. Bu kabelin adı sarımış cütlü kabeldir. Kat5 kabel də deyirlər. Bunun uclarına RJ45 bağlayıcısı bağlanılır və ondan sonra artıq o, məsələn, nümunə gətirim, məktəblərdə kompüterlər şəbəkəyə qoşulub, yəni ümumi şəbəkəyə qoşulur, lokal şəbəkə. Və həmin kabellər vasitəsilə biz kompüterimizin şəbəkə kartına, giriş hissəsinə RJ45 bağlayıcısını belə deyək də taxırıq və kompüter şəbəkəyə qoşulmuş olur. Baxın, burada sarımış cütlü kabelin mən sizin üçün şəklini də hətta burada göstərirəm. Baxın, belə bir kabeldir. 8 ədəd kabel var, bir-birinə sarılmış şəkildə. İkinci kabelimiz koaksial kabeldir. Koaksial kabeldə əslində siz görmüsünüz. Koaksial kabeldə ev televizorlarında məsələn kanalların göstərməsi üçün arxasına bu kabellərdən taxılır ki, kanallara biz belə deyək də baxa bilək. Arxa hissəsinə. Demək olar ki, bütün evlərdə bu kabeldən var, belə bir ucu var. Ucuna da onun ucuna dəmir kimi bir şey taxılır, amma digər
burulmuş cütlü kabeldən nisbətən bahadır. Çünki misdir. Görürsünüz, kənar hissələri mis hörgüdən ibarətdir. Və nisbətən bahadır. Məsələn, adi sarınmış cütlü kabeli belə deyək də, zay olduqda, kəsildikdə, qırıldıqda onu yenidən kəsib düzəltmək olur. Asandır bunu etmək, ucuzdur çünki. Amma koaksial kabeldə də bunu etmək olur, amma nisbətən bahadır sarınmış cütlə müqayisə etdikdə. Digər kabelimiz var ki, fiber optik kabel, ən bahalı kabel növü. Fiber optik internet eşidərsiniz bəlkə. İndiki internetlər üçün deyirlər fiber optik, yəni çox sürətli internet. Çünki artıq interneti fiber optik kabellərlə çəkirlər. Okeanın altından, dənizin altından, yer altından əsasən çəkilir bu kabellər. Çox bahalı kabellərdir. Çünki burada artıq elektrik siqnalları ilə ötürülmür məlumatlar, işıq diodları ilə ötürülür. Çünki bu kabellərin, baxın, uclarında borucuqlar var və bu borucuqlar da şüşə borucuqlardır. Fikirləşin ki, digər kabelləri düzəltmək, kəsmək daha asandır. Kəsib yenidən düzəltmək çox sadədir. Evdə də bunu etmək olar. Amma bu kabellər, yəni fiber optik kabellər şüşə borucuqlardan ibarət olduğuna görə bu boruları zədələnmədən qorumaq lazımdır. Çünki bu borular zədələndikdə onları xüsusi qurğu vasitəsilə düzəldirlər və fikirləşin ki, okean altından belə bu kabelləri çəkərkən elə çəkirlər ki, o qorunsun və heç bir heyvan ona müdaxilə edə bilməsin. Baxın, fiber optik yazmışam, okean. Baxaq, görək nə çıxacaq burada. Baxın. Bu kabelləri görürsünüz, fiber optik kabelləri okeanın altından çəkirlər və qorunmuş şəkildədir. Kənarından da qorunur ki, ona heyvanların heç bir müdaxiləsi olmasın. Yəni, internet bu formada okean altından çəkilir. Bu da bizim fiber optik kabelimizdir. Nisbətən çox bahalı kabeldir bu kabel, digərlərinə nisbətən. Və dediyim kimi daha sürətlidir, çünki işıq diodundan istifadə olunur. Simsiz vasitələr isə radio siqnallardır. Burada radio siqnalları yazaq sizin üçün. Baxın, radio siqnallar. Baxaq, radio siqnallara görə. Baxın, radio siqnallar görürsünüz burada simsiz vasitələr və pek rabitəsi olsun və ya telegüllələr olsun, mikrodalğalı güllələr. Şəbəkə topologiyası nədir? Kompüterlərin lokal şəbəkədə birləşmə sxemi adlanır şəbəkə topologiyası. Topologiya anlayışı əsasən lokal şəbəkələrə aid olunur. Əsasən 3 topologiyamız var. Şin, ulduz, halqa. Digər topologiyalarımız da var, amma ən çox istifadə olunan şin topologiyası, halqa topologiyası və ulduz topologiyasıdır. Sonra şin topologiyası belə bir topologiyadır. Fikirləşin ki, bu bizim ümumi kabelimizdir. Kompüterlər bu kabelə qoşulub. Yəni, bu ümumi naqildən asılıdırlar hər bir kompüter. Burada hansı üstünlükləri və çatışmamazlıqları var? Üstünləri budur ki, heç bir kompüter bir-birindən asılı deyil. Bu çox sadə bir topologiyadır. Ümumi naqildən asılıdırlar. Mənfisi nədir? Bu ümumi naqil əgər ziyan dəysə, sıradan çıxsa, bütün şəbəkənin işi dayanır. Və məxfilik də belə deyək ki, necə olur burada? Ümumi naqil üzrə məlumatlar ötürülür. Birinci kompüter baxır, məlumat ona ötürülübsə qəbul edir. Ötürülməyibsə yenidən naqil ötürür. İkinci kompüter baxır, məlumat ona ötürülübsə götürür, yoxsa ötürür. Üçüncü kompüter baxır, dördüncü bu formada, yəni məxfilik də demək olar ki, bu topologiyada o qədər də mövcud deyil. İkinci topologiyamız ulduz topologiyasıdır. Niyə görə bunu ulduz topologiyası deyirlər? Çünki ulduza bənzəyir bu topologiya. Burada ulduz topologiyasında deməli aktiv ulduz var və passiv ulduz var. İzah edəcəm. Aktiv ulduz nədir, passiv ulduz nədir? Mərkəzdə bir server kompüter dayanır və bütün kompüterlər bu server kompüterdən asılıdır. Bunun da üstün cəhəti budur ki, kompüterlər yenə bir-birlərindən asılı deyillər. Sadəcə olaraq bir dənə kompüterdən asılıdırlar server kompüterlər. Mənfisi də budur ki, bu server kompüterdə bir xəta baş versə, bütün şəbəkənin işi dayanmış olacaq. Bunun aktivi və passivi var. Aktiv ulduzla passiv ulduzun fərqi nədir? Aktiv ulduzda mərkəzdə ağıllı qurğu dayanır. Həmin ağıllı qurğu
məlumatları ağıllı şəkildə ötürür. Yəni, nə deyə bilərik buna ağıllı qurğu olaraq? Deyək ki, bu server kompüter, deyək ki, məlumat bu birinci kompüterə ünvanlanıbsa, onu ötürəcək. İkinci kompüterə ünvanlanıbsa, onu ötürəcək. Yəni, birincinin məlumatını digər kompüterlərə ötürmür. Amma passiv ulduzda isə əksinə, burada mərkəzdə hub adlanan qurğu yerləşir. Hub qurğusuna ağılsız qurğu da deyirlər. Çünki hub qurğusu məlumatları ünvanlı ötürmür. Birinciyi ötürür. Birinci əgər məlumat ona aid deyilsə, ikinciyi ötürür, üçüncüyü ötürür. Bu formada məxfiliyi bu halda qorunmamış qalır. Üçüncü bir topologiyamız var, halqa topologiyası. Uşaqlar, halqa topologiyası mütləq deyil ki, halqa formasında olsun. Bu düzbucaqlı formada da ola bilər, kvadrat formada da ola bilər. Amma əsas odur ki, kompüterlər burada məlumatları birinci, ikinciyə, ikinci, üçüncüyə, üçüncü, dördüncüyə, dördüncü, beşinciyə bu formada halqa formasında ötürsün. Halqa topologiyasında çatışmayan cəhəti budur ki, bir kompüter, məsələn, ikinci kompüterin işi dayanarsa, şəbəkənin işi dayanır. Çünki birinci, ikinciyə məlumat ötürə bilmir, ikinci də üçüncüyə məlumat ötürə bilmir və şəbəkənin işi bu halda dayanmış olur. Şəbəkənin aktiv və pasiv avadanlıqlarına keçək. Aktiv avadanlıqlar nədir? Şəbəkənin aktiv avadanlıqları bu idi ki, deyək ki, müxtəlif mənbələrdə məsələn yazılıb elektrik enerjisindən qidalanan, elektron sxemləri olan avadanlıqlardır. Onlar deyək ki, xüsusi algoritmlər üzrə emal edir, siqnalları çevirir, gücləndirir, ötürür, qəbul edir. Məsələn, müəyyən işlər icra olunur aktiv şəbəkə avadanlıqlarında. Amma pasiv şəbəkə avadanlıqlarında isə elektrik enerjisindən, digər mənbələrdən qidalanmır, siqnalların paylanması, səviyyələrin endirilməsi funksiyalarını yerinə yetirmir. Hansılardır bunlar pasiv şəbəkə avadanlıqları? Baxın, pasiv şəbəkə avadanlıqları kabellərdir, onların uclarına taxılan bağlayıcılardır. Bunlar artıq passivlərdir. Şəbəkənin aktiv avadanlıqlarına burada yazılıb. Şəbəkə interfeys kartı NIC-dir. Network interface card. Şəbəkəni ümumi kompüter ümumi şəbəkə qoşmaq üçün istifadə olunan bir kartdır. Şəbəkə interfeys kartı. Biz kompüterin aparat təminatında keçmişdik şəbəkə interfeys kartını. Hətta gəlin bura yazaq. Şəbəkə bir dəqiqə. Şəbəkə interfeys kartı. Şəbəkə interfeys kartı. Baxın, belə bir kartdır. Yəni, bizim kompüterlərimizdə var bu şəbəkə interfeys kartı. Hamısında olmur. Bəzi kompüterlər var ki, onlarda şəbəkə interfeys kartı olmur. Baxın, daxili belədir. Kənarı buradır. RJ45 bağlayıcısı bayaqlar dedim, ucluq. Vurulmuş cüt kabelə qoşulur və RJ45 bağlayıcısını bura taxırıq. Şəbəkə ümumi, kompüter ümumi şəbəkəyə bu formada daxil ola bilir. Hub toparlayıcıdır. Bayaq dediyim kimi, ulduzvari şəbəkədə istifadə olunur. Ağılsız qurğudur. Məlumatları ünvanlı ötürmür. Switch kommutatordur. Hubdan nisbətən ağıllı qurğudur. Yəni, ulduz şəbəkəsində istifadə olunur. Məlumatları ünvanlı ötürür. Uşaqlar, mütləq toparlayıcı, kommutator, körpü, yönləndirici, bunların bəzən öz adlarına verilir. Yəni, iki adın ikisindən də istifadə olunur. Ona görə hər iki adı diqqətlə öyrənmək lazımdır. Bridge ilə routerın fərqi nədir? Bridge körpüdür. Müxtəlif topologiyalı, eyni protokola malik iki və daha çox lokal şəbəkəni birləşdirmək üçün istifadə olunur. Bəs router nədir? Router bilir ki, bizim bir çoxumuzun evində var. Wi-Fi aparatların demək olar ki, hər biri indiki həm Wi-Fi, həm routerdir. Çünki adi bir Wi-Fi aparatı sadəcə olaraq bir qurğu qoşula bilir, amma router isə həmin siqnallar paylayır və bir sıra qurğular istifadə edə bilir. Yəni, indiki modemlərin hər biri həm modem, həm də router ikili funksiyanı daşıyır. Router nədir? Bəs müxtəlif topologiyalı, müxtəlif protokollu şəbəkələri əlaqələndirir. Əlaqələndirən aparat proqram təminatı qurğusudur. Bu ikisindən düşür, müxtəlif topologiyalı, eyni protokolu və ya müxtəlif topologiyalı, müxtəlif protokolu mütləq bunlara diqqət yetirmək lazımdır. Gateway şülüzdür, şəbəkə keçididir. İki müxtəlif kompüter şəbəkəsi və ya iki kompüter arasında əlaqə yaradan qurğudur. Wireless Access Point isə WAP-dır, simsiz giriş erişim nöqtəsidir. Mövcud naqili və ya naqilsiz şəbəkəyə naqilsiz qoşulmanı təmin etmək üçün nəzərdə tutulmuş qurğudur. Wi-Fi adapter isə simsiz şəbəkə qoşulmağı təmin edən qurğudur. Müasir portativ daşına bilən kompüterlərdə belə adapterlərlə təchiz olunur. Bu bizim aktiv şəbəkə avadanlıqlarımızdır. Buna əlavə şəbəkə arxitekturası nədir? Şəbəkə arxitekturası dedikdə
İşlək şəbəkənin qurulması üçün zəruri olan standartlar, topologiyalar, protokollar toplusu nəzərdə tutulur. Əsasən Ethernet şəbəkə arxitekturasından istifadə olunur. Deməli, Ethernetin iki cür əsasən növ koaksial kabeldən istifadə olunur. Bir qalın koaksial kabeldir 10/5, bir də incədir 10/2. Həmçinin sarımız cütdən istifadə olunur 10/T, fiber optikdən istifadə olunur 10/F ilə. Baxın, yadda saxlaya bilərsiniz ki, koaksialda bir qalın, bir incədir, 5 ilə 2-dir. Sarımız cütlükdə cüt T ilə yadda saxlaya bilərsiniz ki, 10/T-dir. Fiber optikdə isə F ilə bitir, 10/F ilə. Və sürətinə görə 100 megabit saniyədək faz Ethernetdir, gigabit Ethernetdir və 10 gigabit Ethernetdir. Bu formada. Simsiz şəbəkə texnologiyaları hansılardır? Məsələn, Wi-Fi, biz Wi-Fi-ya simsiz şəkildə qoşula bilirik. Wi-Fi var, Wi-Fi-ın daha deyək ki, sürətlisi. Wi-Fi-da elektrik enerjisindən siqnallarına məlumatlar ötürülür, amma Wi-Fi-da LED sözündən götürülüb, işıq diodlarından burada məlumatlar ötürülür. Daha sürətlidir. WiMAX isə Wi-Fi şəbəkəsinin təsir dairəsini artırır. Fikirləşin ki, bulvarda, parklarda, geniş ərazilərdə Wi-Fi əvəzinə WiMAX-dan istifadə olunur. Çünki daha geniş ərazini əhatə eləyir. Bluetooth da bizim telefonlarımızda əsasən istifadə etdiyimiz simsiz bir şəbəkədir. Daha yaxın məsafədə olan qurğular arasında məlumat ötürməsi üçün istifadə olunur. Bluetooth-dan baxın, bu hissə düşür suallara. Şəbəkələrdə Bluetooth PAN və ya Pico şəbəkə də deyirlər. Bu şəbəkə aparıcı asılı rejimdə işləyən 8-ədək aktiv qurğudan ibarət olur. Suallar, kompüter şəbəkəsi mövzusuna aid suallar budur. Əsasən burada hesablama hissəsi, bayaq izah etdiyim sürət, həcm və zaman məsələlərinə aid olur. Digər hissələrin hər biri şifahidir. Ümidvaram ki, izahım hər birinizə aydın oldu.